Şiir edəbiyyatında olan şiir vəzinləri haqqında məlumat verəcəyim. Gəlin baxaq görəyin Azərbaycan ədəbiyyatında hansı vəzinlərimiz var. Azərbaycan ədəbiyyatında iki vəzin var. Heca vəzni və əruz vəzni. Bu vəzinlərlə yanaşı sərbəst şeir formasından istifadə olunur. Ancaq uşaqlar sərbəst şeir vəzin sayılmır. Gəlin baxaq ilk öncə başlayaq heca vəznindən bağlı. Baxaq görək heca vəzni nədir? Heca vəzni milli şeir vəznidir. Ədəbiyyatımızda işlənmə tarixi daha qədimdir. Xalq şeirində olan bütün nümunələr, aşıq şeiri, qədim dövrdə Kitabi-də Qurğu deposunda və Avestada olan şeirlər heca vəznində yazılıbdır. Azərbaycan dili üçün ən uyğun, doğma, ahəngdar şeir ölçüsüdür. Milli və barmaq vəzni də neyni uşaqlar adlanır. Heca vəzinli şeirlərdə, misralarda hecaların sayı bərabər olmalıdır. Düzdür, bu bəzi şeirlərdə pozula bilər. Məsəl üçün, Vaqifin Hayfki yoxdur qoşmasında ilk misrada hecaların sayı 12, digərlərində 11-dir. Amma biz bilirik ki, istisnalar uşaqlar qaydanı pozmur. Bu vəzində yazılmış şeirlərdə, bütün misralarda hecaların sayca bərabərliyi əsas götürülür. Misralardakı hecaların sayından asılı olaraq isə yaranan ölçülər, şəkillər adlanır. Azərbaycan şeirində 2-16 hecalı şeir növləri işlənilir. 2-3 hecalı şeir növləri də var. Məsələn, 103, bir biç, atalar sözü 2 hecalı, el gücü, sel gücü, atalar sözü isə 3 hecalıdır. Heca vəzninin ikinci əlaməti, mən deyərdim ki, əsas prinsipi misra daxili bölgü prinsipidir. Şeirdə misra daxili hissələrdəki sözlər arasında fasilə bilirik ki, bölgü adlanır. Heca vəznində bölgü bütöv söz prinsipinə əsaslanır. Yəni, misralarda eyni miqdarda hecadan ibarət olan ayrı-ayrı şeirlərdə bölgü müxtəlif yerlərə düşə bilər. Məsəl üçün, gəlin bu misraya baxağın, yenə qalxdı şaha dağların başı. Görürük ki, bu 6-5 kimi bölünübdür. Yəni, biz burada yenə qalxdı və şaha sözünü orada iki hissəyə ayıra heç vaxt bilmərik. Ona görə deyirik ki, bütöv söz prinsipinə əsaslanır. Heca vəznində deyilən söz bölgüdə parçalana bilməz. Əgər parçalanarsa, deməli, heca vəzninin vahid bölgü prinsipi pozulur. Deməli, uşaqlar, heca vəznində əsas nə oldu? Misraların sayı, bir də nəyə əsaslandı? Bütöv söz prinsipinə əsaslandı. Əruz vəzni şeirdəki misralarda uzun və qısa hecaların bir-birini izləməsi, yəni ardıcıl şəkildə təkrar əsas götürülür. Əgər heca vəznində misralarda hecaların sayı bərabər olmalıydısa da, uşaqlar, əruz vəznində də əgər birinci misrada tutaq ki, 5 dənə uzun, 5 qısa heca varsa, mütləq digər misrada da 5 uzun, 5 qısa heca olmalıdır. Yəni, əruz vəzninin də qaydası budur. Biz Azərbaycan dilində keçmişik ki, bizim iki hecamız var. Var açıq heca, var qapalı heca. Əgər sözün sonu saitlə bitirsə, adlandı nə? Açıq heca. Samitlə bitdisə, olur qapalı heca. Həmən bu qapalı heca, uzun heca, açıq heca isə qısa heca adlanır. Uşaqlar, əruz vəznində həmən bu bölgü adlanır təfilə. Təfilələr isə birlikdə əmələ gətirir ayrı-ayrı bəhirləri. Baxaq indi ümumiyyətcə əruz vəzninin mənası nədir? Etimologiyasına dönsək, əruz sözü ərəb sözü olub, çadırın ortasına vurulan dirək şeir haqqında elm mənalarını ifadə edir. Tarixi ərəblərə məxsusdur. İlk dəfə əruzu 8-ci əsrdə sistemləşdirən Xəlil ibn Əhməd olmuşdu. O əruzun 15 bəhrini sistemləşdirmişdi. Yerdə qalan digər bəhrini isə fars dilli şairlər sistemləşdirmişdi. Elm aləminə əruzun 19 bəhri məlumdur. Azərbaycan ədəbiyyatında isə əruzun 11 bəhrindən istifadə olunur. Azərbaycan klassik şeir nümunələrinin çoxu qəzəl, qəsidə, rübai, mürəbbi, müxəmməs, tuyuq bu vəzində yazılmışdır. Klassik ədəbiyyatda ən çox uşaqlar həzəc və rəməl bəhrindən istifadə olunur. Həzəc ərəbcə xoşa gələn avaz, gözəl cəhcəh mənasını ifadə edir. Bu bəhirdə axıcılıq, rəvanlıq əsas xüsusiyyətdir. Poemamızda Leyli Məcnunlar həcəc bəhrində yazıldığı üçün bəzən buna Leyli Məcnun həzəcdə, yəni Leyli Məcnun bəhridə deyilir. Rəvan sözünün mənası isə ləngərlənmək, dalğalanmaq, ağır-ağır, yəni ləngərlənə-ləngərlənə yerimək mənasını verir. Bu əsərlərdə vüqarlılıq, bir əzəmət, dalğınlıq, əminlik özünü göstərir. Bizim ədəbiyyatımızda ictimai-siyasi məzmunlu şeirlərin demək olar ki, çoxu rəməl bəhrində yazılıbdır. Bundan əlavə, xəfif, səri, münsərif bəhirlər ədəbiyyatımızda geniş yayılmışdır. Xəfif sözünün mənası yüngül, zərif, incə mənasını verir. Səri söz isə sürətli, cəld deməkdir. Bu bəhirdə yazılan şeirlər elə oxunur ki, sanki heca vəzninə bənzəyir. Münsərif sözünün mənası axıcı mənasına gəlir. Bu şeirdə yazılan şeirlər axıcı, oynaq stildə olur.
Müjdət sözünün mənası kəsilmiş, kökündən qoparılmış deməkdir. Rəcəz sözü isə ədəbiyyatımızda ən az işlənən bəhirlərdəndir. Zorba gəlmək mənasını verir və müharibə meydanında oxunan şeirlərdir. Təmtəraqlı ahəngi ilə seçilir. Nəsiminin Sığmazam, Etməgid qəzəli bu bəhirdədir. Hecə vəzni və əruz vəzni ilə yanaşı dedik ki, uşaqlar bizdə sərbəst şeirdən istifadə olunur. Əgər hecə vəznində hecaların sayı, əruz vəznində hecanın uzunluğu, qısalığı, keyfiyyəti əsas götürülürdüsə də, sərbəst şeirdə bu gözlənilmiş. Sərbəst şeirdə misraların ölçüsü, hecaların sayı və qafiyələrin quruluşu baxımından sərbəstlik olur. Amma bu demək deyil ki, elə sərbəst şeirdə kim necə istədi bunu sərbəst şeir şəklində adlandıra bilər. Yox, sərbəst şeirdə mütləq ahəngdarlığı gözləmək vacibdir. Vurğu və intonasiya ilə düzəlir. Bu şeirləri tamamilə qafiyəsiz hesab etmək olmaz. Bu səbkidə yazılmış şeirlərdə uşaqlar heca vəzninin təsiri aydın duyulur. Bəzən təsirə düşür ki, tələbləri çox ciddi gözlənilir. Yox, sadəcə olaraq bu tipli şeirlərdə heca vəzninin təsiri sadəcə aydın gözlənilir. Sərbəst şeir nisbətən nəsrə yaxındır. Sərbəst şeir oxucu ilə münasibəti, dialoqu xatırladır. Sərbəst şeiri isə bəzən səpkili şeirdə deyilir. Belə şeirlərdə ahəng tarazlığı, vurğu və dedik ki, intonasiya ilə neynədir uşaqlar düzəldir. Məhz buna görə də yazışından fərqli olaraq deyilişində, səslənməsində, əsərin sərbəst şeir formasında olması hiss olunur. Uşaqlar, ümumiləşdirsək biz deyərik ki, heca vəznində əsasdan bizə lazım olduğu hecaların sayca bərabərliyi. Əruz vəznində isə hecaların, uzun və qısa hecaların ardıcılığı, keyfiyyət, ritim. Sərbəst şeirdə isə sərbəstlik var, kəmiyyət və keyfiyyət qanunu yoxdur. Heca vəznində əsas prinsip olduğu vahid bölgü söz prinsipi. Əruz vəznində isə təfilələr. Sərbəst şeirdə isə vurğu və intonasiya, yəni daxili ahəng gözlənilir. Deməli, heca vəzni bizim milli vəznimiz adlandı, misralardakı hecaların say bərabərliyinə əsaslandı. Əruz vəzni isə klassik ərəb mənşəli vəzindir, hecalarda uzun və qısa keyfiyyət bərabərliyinə əsaslandı. Sərbəst şeirdə isə ölçü və qafiyə məcburiyyəti dedik ki, olmadı, ritim daxili ahəngə və intonasiyaya əsaslandı.